Salam, hər vaxtınız xeyir olsun. Bu gün OTK olan imtahanı 3-cü qrup üçün izahını verəcək. Biraz sürətli verəcəm. Əsas bizə cavablar lazımdır. Baxaq. Deməli, mənəviyyat həqiqətin çiçək açmasıdır. Hər çiçək açmasıdır nə? Mənəviyyat. Mübtəda və xəbər. Müəyyən şəxsli cümlədir, düz. Baş üzvlərdən ibarətdir, bu da düz. 1 ilə 2 ilə silsə, cavab qalacaq 3, 4, 5. Söz sırası poz olmayıb, xəbər məslərlə yox, söz birləşməsi ilə cümlə üzvləri eyni tik hissəsindən deyəndə burada nə var? Feil də var. Sonra nə qaldı? Həmzə sözlü cümlə deyil, ağıl və hiss var. Sonra itlə dostluq elə, çomağı yerə qoyma var. Gələcək görməyən, düşünməyən təyinlər var. Cəsur insan qorxunu müəyyənləşdirir, çalışır. Yəni xəbərlər var. Burada bir dənə B-də yoxdur. Çünki yanlışlıqdır, isə cinayətdir, ayrı-ayrı xəbərlərdir B. Saytı səhv yazılan itki samitdir, saqqalı da samitdir. Biz 2 ilə 3 çıxanda cavabımız qalacaq 1, 4, 5. Bunlar da saytlərlə bağlıdır. Uyğunluğu müəyyəndir, zərflik zərflə ifadə olunub. İrəlidə işıqlar yanında, harada? İrəlidə. Bəli, bu zərfdir. 1-ə gedəcək A. Zərflik zərflə ifadə olunmayıb sonra. Burada ora sözü mübtədadır, bunu silərik. Qarabağda möcüzələr yaranıb, burada da yoxdur. B və C variantlarını silsək, daha doğrusu B-ni silsək, B getdi, qaldı 1C7, hadi. Sonra zərflə ifadə olunmayıbsa, Qarabağda isimdir, C-ni yazsaq bura, imtahan saat 11-də başladı. Sayla ifadə olunur, bu da getdi bura D, qaldı bir dənə. Geriyə baxanlar, burada da mübtəda var, yeni də silsək, qalacaq nə? D variantı. Sonra həmçinin cümlədə ilk söz ismi sualına cavab verən sifətdir. Çoxları saydı, məğlub olmaq feildir, müdrik olmaq feildir, yaratdıqlarımız feili sifətdir, qalib sözü sifətdir. Cümlə ilə bağlı yanlış fikir, baxaq, gətirdilər xəbər, nəyi, hər şeyi, bu da tamamlıq, bunlar da tamamlıqlar, nə üçün, tikinti üçün. Cümlədəki ümumiləşdirici söz əvəzliklə doğru fikirdir. Baş üzvlər yalnız biri, bəli, xəbər, bu da doğru fikirdir. Bəzi sözlər bərabər hüquqludur. Doğru fikirdir. Eyni suala cavab verən sözlər həmcins mübtədalardır. Xeyr, tamamlıqlardır. Səhvdir. Sadalama intonasiyası bəri var. Həmcinslik. Cümlədə uyğun bəndləri müəyyən edin. Cümlə və məqsədi. İnsana gördüyü işlər müqabilində qiymət verilir. Xəbər almaq məqsədilə sual cümləsi deyil. Bu birini sildik. Biri siləndə qalacaq nə? A və ya D. Tamamına hakim olan kəs ən cəsur adamdır. Xəbər cümləsi 2. Nəqli cümlə daha doğrusu. Böyüklərə hörmətlə, kiçiklərə qayğı göstər. Əmr, məsləhət, xahiş. 3 də doğrudur. Sağlam olmaq, varlı olmaqdan yaxşıdırmı? Sual cümləsi cavab vermə məqsədilə deyil. 4də getdi, qaldı A. Əsas tərəfi feil olan söz birləşmələrini müəyyən edin. Feil olan. Yaza bilmək mürəkkəb feildir. Kök götürmək frazemdir. Ürəyə getmək də frazemdir. Getdi, qaldı 2, 4. Məlumatı bilmək, imkansıza kömək etmək söz birləşmələridir. 2, 4. Sonra gedək, uyğun düzgün olsun. Gül sözünə hansı şəkillər artı olunsa, həm feilin, həm də sifət. Yəni feili sifət qısacası. Feili bağlama, bu düzəltmə sifət olacaq. Bu da feili bağlama. 1 ilə 3. Bir güldüyüm, gülən oğlan, güldüyüm hadisə, belə bir şey. Müqayisə cədvəlindəki doğru fikir. Bu səhv yazılıb, bəri başdan bunu deyək. Torpağın hər qarışığı, burada problem yoxdur. Yazılışı düzgündür, səhvdir, biri sildik. Sonra mürəkkəb addır 2 doğru. Tərkibindəki sözlər hamısı eyni hissəsi deyil. Hər var düzdür 2, 3. Söz birləşməsidir düzdür. Bütünlüklə bir cümlə üzrə işlənə bilməz, işlənə bilər. Mürəkkəb ad parçalanmaya da bilir. Deməli nə oldu? 2, 3, 4 D variantı. Xəbərin ifadə vasitəsi ola bilmir. Xəbərin ifadə vasitəsi olmur nə? Feili bağlama. 1 ilə 4'ü sildik. Daha doğrusu götürdük. Feili sifət olur, məsdərdə olur, təyin əvəzlikdə olmur. 1, 3, 4. Cümlədəki düzəltmə sözlə bağlı amansızlıq yanlış fikri istəyir. Hərəkəti izah edir, xeyr, izah etmir. Amansızlığa nəyə? Tamamlıqdır. Hal və mənsubiyyət şəkilsi qəbul edib düz. Konkret varlığın bildirmir adını düzdür. Mücərrəd isimdir. Kökü isim olan düzəltmə isimdir. Bəli, baxırıq kökü düzəltmə sadəcə sifətdən yaranıb. Bu da ki, yanlış olur. 1, 5 A. Sonra zərfin ismi xəbərə aid olduğu cümlə. İsmi xəbər deyirsə biz 5'i avtomatik silərik buradan. Sonra nə qaldı burada? Zərf. 2-də də zərf yoxdur. Zaten gedib. Bu fikirlər tamamilə yanlışdır. 1. Məhsuldarlığın artması çalışır. İndi gecdir. Burada da var. Bugün zəfər günüdür. Nə zaman? 1, 3, 4. 1, 3, 4. Burada da tərkibin içindədir. Nə qaldı? 1, 3, 4. Cümlənin hansı əvvəlinə hansı ifadə əlavə olunursa, danışan ifadə etdiyi nisbət bildirən nitq hissəsi deyirsə, mənim fikrimcə ara söz ona görə də olmaz. Bəli, ədatdır, deyirdi, feildir. Bir dənə qaldı nə? Əlbəttə modal sözü. Klasteri tamamlayaq. Söz birləşməsi cümlə üzvü deyil. Vətən oğlu, bəli, xitabdır. Burada bir şey yoxdur, burada da yox. Burada xitabdır, burada da ara sözdür. 3, 4, B.
Çərçivənin yerinə hansı ifadə olunursa şəxssiz cümlə. Əlavə eləyək, o danışır, müəyyən şəxsli, oxumalısan sən, müəyyən şəxsli mən çıxış edəcəyəm. Müəyyən şəxsli fəaldır o. Yenə müəyyən şəxsli sakitlikdir, olacaq nə? Şəxssiz cümlə. Sonra nə qaldı? Deməli, həm tabiilik, həm də tabiisizlik əlaqəsini müəyyən edin. Burada atanı, ananı sevindir, atanı sevindir. Həm tabiilik var, həm də həmcislik var. D variantı. Ölkəndə ağalar, qullar olduqca dinclik, rahatlıq olmayacaq. Doğru fikir istəyir. İlk sözdə bitişdirici samit istifadə olunub, səhvdir. Sənin ölkə mənsubiyyətdir bu. Biri silərik. 4 variantlı şəkilçi qəbul etmiş söz yoxdur. Rahatlıq, lıq var. Bu da səhvdir. 2-ni də sildik. Sözlərin üçü leksik, xeyr, yalnız ikisini görürük biz burada. 3 də səhvdir, qaldı 4-5. Düzəltmə sözlərin kökü sifətdir, dinc və rahat. Bir də nə? Sözlərin yalnız iki qrammatik şəkilçi olmayacaqdır. Biri də hansıdır? Ölkəndə. A var, düzdür. B variantı. Sonra uyğunluğu müəyyəndir. Düz sözünün yerinə görə antonimi ola bilər. Düz əyri olar. Dəqiq və doğru sinonimidir. 2 ilə 3 çıxsaq qalır 1, 4, 5. Düz yer, hamar yer, düz atır, sərrast atır, sərrast danışır, düz danışır, bu da olar. 1, 4, 5. Hansı cümlənin tərkibində həmzüz üzvlər, həm də cümlə arasında bağlayıcı, həmzüz üzv, təmiz vicdan nə yalandan qorxur, nə də şayə və böhtanlardan. Böhtanlardan, şayədən, şayələrdən, böhtanlardan bir də nə də var? A. Sonra 21. Hansı nümunədə ismi əvəz edən nitq hissəsi? Əvəzlik söhbətdə olmalıdır. Əvəzlik, burada nə? Mən var, D. Sonra hansı nümunənin əlavəli cümlədir? Cahil və nadan həmzis var. Kürkü yağışlar körlər, dostluğu rişqənd körlər burada da yoxdur. Hər bir adamın xoşbəxt olmaq haqqı var, yəni nə? Yoxdur. Əsl dostluq həmişəlik, yəni əbədi burada var, D variantı. Sonra hansı cümlələrdə bütün cümlə üzvləri nitq hissəsi ilə ifadə olunmuşdur? Cümlə üzvləri poza bilməz nə? Qılınc, nəyi? Qələm yazanı. Söz birləşməsi, günün ömrü, söz birləşməsi. Sonra hər işə qaçan istədiyini əldə edə bilməz. Kim? Hər işə qaçan. Burada da söz birləşməsi, qabil şagird. Ustad olar ya ustad olar, ustada ustad olar. Belə bir şey hamısı ayrı-ayrıdır. 4. Hər ağac kötüyündən çürüyər. Ağac hansı ağac? Hər ağac nədən kötüyündən neyniyər? Çürüyər. Burada da 4, 5. Sonra hansı cümlələrdə müraciət bildirən söz sifətlə ifadə olunub? 10-cular sayı, zəhmətkeş insanlar söz birləşməsi, əzizlərim, bir də qaliblər sözü sifətlərdir. Mən sənə bağlayan vətən, bu da isimdir. Oldu nə? 3 ilə 4. Tərkibinə görə təhlili baxımından qurğuşun sadə sözdür. Dolu, doldan olur. Fəxr sözünün kökü də fəxriyyədir. 1 ilə 4-ü siləndə oyaq sadədir, səhiyyə sadədir, əngindəki sadədir. 2, 3, 5. Qaldı nə? Yerinə görə isim və feil kimi işlənə bilər, lakin omonim olmayan sözdür. Döyüş omonimdir, daş da omonimdir. Gəlir mənasında, bir də zaman forması olmaz, bir də kök formasında. Yaz, bilirsiniz, fəsil yaz, bir də yazdırmaq feili, bu da omonim sayılmır. Biləkdəki arzu şəkli və ya əmr şəkli, bir də ki nə? İnsanın biləyi isim kimi işlənir, amma omonimlər deyirlər. Çünki qrammatik şəkillər olur. 1, 2, 4. Uyğunluğu müəyyən edin. Əsas və aslı tərəfi olmayan ifadədir. Qalib gəlmək frazemdir. Danışa bilmək də mürəkkəb sözdür. Qaldı nə? Tərəfləri ayrı-ayrı cümlə üzvü ola bilən ifadədir. Yanlış hərəkət, bəli, parçalı hansı hərəkət, yanlış hərəkət. Qonaqları qarşılamaq tərkib, döyüşün texnikası ikinci növ köhnə qayda ilə desək, bu da parçalı döyüşün texnikası, bu da parçalanmayacaq, getdi belə. Situasiya mətnində məncə ehtiyac yoxdur. Siz oxunuz, tapa bilərsiniz. Bu qədər tez-tez izah verdim, əsas cavabları çıxartdıq. Nəsə yanlışlığım olsa, komment hissəsində düzəldəcəm. Bu qədər.